Salam dostlar, necəsiz? Bugün də məhəllənin bugünkü güncəl halını göstərmək istəyirəm. Mataq orada multfilm baxır. Heyf bu rozalardan soldular, getdilər. Yarpaqlar hələ də var. Qalan rozaları budamışam. Deyirlər budayanda təzələri çıxır. Görün nə qədər təzələri çıxır. Xeylaq var. Yaxşı bir şeymiş budamaq, kəsirdim. Göy babat çıxıbdı. Kişni şüyd. Çox qəşəngdir. Arada bir aralarından seyrəldim gərək. Burada da var. Elə xoşum gəlir belə eləyirəm əlimi. Burada taze yarpağı da səhv etmirəmsə elə demişdiniz. Aralarından turplar da var. Arada yemişik. Gördüyünüz kimi turplar da var. Gerek kopardamış yekəlibdir bir ikisi. Çələklər artıq yedi qutardıq. Orada da var idi xeylaq. Başqa yerlərdə də var idi. Burada bir dənəsini tapdım. Balacadır. Ispanaqları işlətdik. Qalan balacalardır. Görünür, görünmür bu bilmirəm. Burada kişniş də var, ıspanaq da var. Lobyalar təzə əkdiklərim yekəldi. İlviz yemişdi lobyaları. Bunlar yekəlib biraz. Qalanları o arxadakılar təzə çıxanlardır. Bir boşluqlarda seyrək yerlərdən əkdim ki çıxsın. Yavaş-yavaş dırmaşırlar. Burada hər şey çox gec bitirilməyəcək. Bir onu bildim. Çünki yağışlar ara kəsmirdi. Həm də bura biraz kölgəlikdir. Gün çıxır o tərəfdən. Zabor kölgəlik yaradır. Axşam gün batanda da biraz bizim ev kölgə yaradır. Ona görə bu toxumdan çıxan xiyarlarda aralarından biraz belə səpələdim ora-bura. Toxunanda sanki stresə düşürlər. Çıxmırlar. Bunlar öz-özünə çıxanlar görünə qəşəng yekədilər. Orada da var. Bugün nə fikir verdim? Çoxlu çiçək var xiyarın üstündə. Birinci xiyar gördüm bugün bir yine ha. Hamısı çiçək deyilicini. Görək necə olur. Bibarlar, acı bibarlar özlərini yaxşı istəyirlər. Amma balacadılar, çiçəkliyirlər məncə. Bəzilərində belə xırda çiçək açmaq istəyir sanki. Onları görürəm. Biraz reyhan var. Pomidorlar da çiçəkliyir bu arada. Yekəliblər yekəlməyinə, amma bəzilərində çiçək var. Bir də orada məsələ. İlk pomidoru görməmişəm. İndi gördüm sizlərlə beraber. Bu saniye gördüm bu pomidoru. Ay Allah. Cavab deyəcək bu dəlidir. Mən şoka düşürəm. Prosta birinci dəfə daxı bağım olur. İnşallah öz bağımda olar. Həqiqətən də o xiyarı bayaq görmüşdüm birinci dəfə. Ne qəşəng iyi gəlir ayala toxunanda. İlk pomidorumuz var qızım. İlk pomidorumuz. Soğanlar burada. Toxumdan yetiştirdiğimiz soğanlar yekəlir. Ne oldu Matuq? Niye qışqırsan? Reklamlar da gene YouTube'da. Sonra burada da pomidor var biraz arada. Deyirlər ki pomidorun arasında reyhan əkəndə cücülər gəlmir. Görək nətər olur. Bunlar hamısı çiçək verirlər pomidorlar. Aralarında reyhan, alınma reyhanıydı bu arada bunlar. Belə. Gedək görək orada nə var. Bu arada gavalı babat. Yekə. Deyəsən bu sarı gavalıdır. Xacərkadan soruşmuşam. Sarı olmalıdır. Burada görürsünüz nə qəşəngdir. Topa inşallah. Bir dənə nə olsa buradan nəsə çıxar. Turşu eləyərəm ya da ki palçıq turşusu deyirlər. Onu eləyərəm. Çox xoşuma. Gülləri qoydum ora ki solurdular, yerə dəyirdilər. Qapının ağzında. Alma. Bəhləyi yiyib qurtarmışıq. Burada və burada biraz var idi. Şortlarda paylaşdım. Bir də alça. Bəziləri qalıb, bir ikisi üstündə. Qəşəng alçaydı, sulu alça. Xoşum gəlir bellərindən. Prosta arıq uzun ağaçdı, yuxarısına el çatmırdı. Reyhanlar. Dünən sulamışam, bugün sulamayacağım.
Soy yağışlar deyiblər. Sabaha birsinə. Dünən çox istiydi, bugün çox istiydi. Biraz belə olsun. Bir an bu reyhana xoşum gəlir. Üstünü qırıram, yana verir. Bu şirin biberlər özünü çox narahat hiss edir. Heç xoşuma gəlmir. Bu çiçəklər bu arada, onu da deyirlər, cücülər yeməsin deyə məhsulun yanında bu çiçəkdən əkin çıxacaq. Adı barxatsıdır, Azərbaycanca bilmirəm nədir. Çıxacaq hamısı. Bu da simişka gülüdür. O tərəfdə dəymişəm. Lobyalar. Burada bütün hamısı lobyaydı ilbiz yeyib. Orada, burada. Budalığım yerlərdən yenə çıxır çiçəklər. Burada da var. Harada yer tapıram, əkirəm də. Bu da simişka güldür. Çox qəşəng, belə pöstr deyirlər rusca, bilmirəm. Azərbaycanca nətərdir. Belə pöstr olmalıdır. Belə çoxlu, sarı. Biraz bunlardan, biraz bunlardan. Hamısı çiçək açacaq. Bunlar da solur. Yavaş solur. Belə. O nə səsdir? Maşın keçir deyəsən nəsə. Bu da bizim məhlə. Otları özüm təmizlədim. Yəni təmizləyən gəldi. Amma dırmıqladım, yığdım tay. Sonra dayı gəldi, apardı. Olan məhsulumuz budur. Yavaş gözləyirik ki, bunlar nə vaxt hamısı bitəcək, yetişəcək. Sonra nə varacaq qızım? Moskvaya bıraq. Motu. Motu məşğuldur, ona dəyməyək. Heç nə, 7 dəqiqə oldu, sonlandırım videonu. İnşallah vaxtım olsa vlog yaradacağım. Qırıq videolarının olmur. Allah'ın köməkliyi ilə inşallah. Burada ağır, yaşıl reyhanları deməyi unuttum. Yaxşı olar inşallah. Özünüzə yaxşı baxın. Görüşürüz. Like eləməyi, abunə olmağı unutmayın. Ən azından biraz köməyiniz dəyər bizə. Sizi sevirik. Sağ olun.